Ölkəmiz son 2 il ərzində növbəti dəfə qlobal səviyyəli tədbirə ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumu Bakı şəhərində keçirilir və bu ölkəmizin artan beynəlxalq nüfuzunun, diplomatik uğurunun, qlobal müzakirələrə verdiyi aktiv töhfənin, eyni zamanda dayanıqlı inkişaf gündəliyinə verdiyi aktiv töhfənin göstəricisidir. Dünya Şəhərsalma Forumunun məzmunu da çox müxtəlifdir və bu forum çərçivəsində çoxsaylı məsələlər müzakirə olunur və bu məsələlərdən biri də miqrasiya və şəhərlər mövzusudur və bugün bu mövzuda bizim yüksək səviyyəli tədbirimiz keçirildi və bu əslində 2 həftə öncə BMT-nin baş qərargahında New York şəhərində keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumu, bu da növbəti bir qlobal platformadır. Bu çərçivədə keçirilmiş tədbirin davamıdır və bildiyiniz kimi miqrasiya prosesləri dünya üzrə yüksək dinamika ilə artır. 2 həftə əvvəl sonuncu dünya miqrasiya hesabatı açıqlandı və bu hesabata əsasən dünyada beynəlxalq miqrantların sayı 304 milyondur və bu hesabat beynəlxalq miqrantları əhatə edir, yəni sərhədləri aşan halları və daxili miqrasiya rəqəmlərini götürsək, bu rəqəmdən 3 dəfə, bəzi hesablamalara görə 4 dəfə artıq sayı əhatə edir və dünya əhalisinin deməli 50%-dən artığının şəhərlərdə yaşamasını, eyni zamanda 2050-ci ilə qədər 70% əhalinin şəhərlərdə yaşamasını nəzərə alaraq, təbii ki, deməli şəhərsalma və miqrasiya arasında əlaqə çox aktual bir məsələ olaraq deməli ortaya çıxır və təbii ki, bu prosesdə insanların deməli yeni şəhərlərə yerləşməsi, urbanizasiya prosesində onların dövlət xidmətlərinə, sosial xidmətlərə çıxışı, bu prosesdə inteqrasiya, bərabər imkanların təmin olunması, həssas vəziyyətdə olan şəxslərə yönəlik tədbirlər müzakirə tələb edir və bugünkü tədbirdə keçirilən müzakirələrdə də bir mənalı olaraq qeyd edildi ki, şəhərsalma siyasəti ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır və məqsəd dayanıqlı, inklüziv, yönümlü deməli şəhərlərin formalaşması və bu yönümdə miqrasiya siyasətinin verə biləcəyi töhfələrdən danışmaq olmuşdur. Təbii ki, miqrasiya prosesləri özlərini deməli ən çox təzahür etdiyi məkanlar şəhərlərdir və miqrasiyanın müsbət təsirləri də ancaq doğru şəhər idarə etməsi sayəsində deməli əldə edilə bilər. Bu baxımdan müzakirələr çox səmərəli keçirildi. Təbii ki, müzakirələr zamanı ölkəmizin böyük qayıdış çərçivəsində həyata keçirdiyi tədbirlər, böyük işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidən qurma və bu şəhər salma deməli yanaşmasının burada əsas götürülməsi də qeyd edildi və biz ümid edirik ki, bu tədbir ikinci tədbir olmaqla, yəni bu mövzunu əhatə edən ikinci tədbir olmaqla növbəti bir tədbirin də əsasını qoydu. Təbii ki, biz deməli şəhərsalma, belə deyək, beynəlxalq səviyyəli olan tədbirlərdə də miqrasiya məsələlərini, miqrasiya yönümlü çağırışların daim aktual olmasını diqqətdə saxlayacağıq və bu tədbirin davamını gələcəkdə həyata keçirməyi planlaşdırırıq. Çox sağ olun, təşəkkürlər, sağ olun. Qolum qopdu.